Enerjinin qorunması qanunu və hündürdən atılmış cismin hərəkəti mövzusuna aid bir məsələ var. Onun həllinə baxaq. Eyni hündürlüklü iki pillə arasında məsafə L-dir. Bir pillənin kənarında kiçik kürəcik var. Kütləsi kürəciyin kütləsindən çox böyük olan cisim V sürəti ilə kürəciyə dəyir və onu pillədən aşağı salır. Cisim hansı sürətlə hərəkət etməlidir ki, kürəcik zərbədən sonra ikinci pillənin üzərinə qalxa bilsin? Zərbələr mütləq elastikidir. Burada cisim hansı sürətlə hərəkət etməlidir deyəndə böyük M cismindən söhbət gedir. Məsələ deyir ki, M cismi, böyük M cismi müəyyən sürətə malikdir. Lakin kiçik M cismi sabitdir, yəni sürəti yoxdur. V bərabərdir 0-a. Böyük M cismi gəlib kiçik M cisminə dəyəcək və həmin cisim trayektoriya boyunca göstərim. Trayektoriya boyunca quyunun dibinə dəyəcək, daha sonra həmin istiqamətdə digər pillənin üzərinə qalxacaq. Bizdən böyük M kütləli cismin sürəti soruşulur. Məsələyə baxanda böyük M və kiçik M kütləli cisim, yəni bu hissəyə baxsaq, bu hissə enerjinin qorunması qanunudur. Zərbələr mütləq elastiki olduğundan burada həm impulsun, həm də kinetik enerjinin qorunmasını yazacağıq. Daha sonra kürəcik trayektoriya boyunca quyunun dibinə düşür və təkrar pillənin üzərinə qalxır. Və qeyd edək ki, V böyük cismin başlanğıc sürəti, V1 toqquşmadan sonra böyük cismin sürəti toqquşmadan sonra. Və bizdə V2 olacaq. V2 də kiçik M kütləli cismin toqquşmadan sonraki sürətdir. Dedik ki, V nə oldu? Toqquşmaya qədər böyük M kütləli cismin sürəti. Toqquşmaya qədər. Və bilirik ki, kiçik M kütləli cisim başlanğıc anda, ilkin anda onun sürəti 0-dır. Ona görə onu yazmağa ehtiyac yoxdur. İlkin olaraq yuxarıdakı bu hissədə böyük M və kiçik M kütləli cisimlər üçün enerjinin qorunması qanununu yazaq. İmpulsun saxlanması qanununa görə M V bərabərdir böyük M V1 plus kiçik M V2. Dediyimiz kimi bərabərliyin sol tərəfindəki böyük M hərəkətdə olan cismin kütləsi, V isə toqquşmaya qədərki sürətdir. Və toqquşma anında artıq həm kiçik M kütləli cisim, eyni zamanda böyük M kütləli cisimdə müəyyən sürətə malik olacaq. Bu da bərabərliyin sağ tərəfində toplanan şəklində yazmışam. İndi isə kinetik enerjinin saxlanması qanununu yazaq. M V kvadratı bölünsün 2 bərabərdir M V1 kvadratı bölünsün 2 plus kiçik M V2 kvadratı bölünsün 2. Məsələyə təkrar baxsaq, görərik ki, bizdən kiçik M kütləli cisim ona müəyyən bir sürət veriləcək, quyunun dibinə dəyəcək, sonra qalxacaq. Yəni bizdən böyük cisim gəlsin quyunun dibinə düşsün, sonra qalxsın soruşulmur. Ona görə biz enerjinin saxlanması qanunlarından V2-ni tapmalıyıq. İmpulsun saxlanması qanununa görə yazacağıq ki, M V minus V1 bərabərdir MV2
Kinetik enerjinin saxlanması qanunundan da yazacağıq ki, M V minus V1 V plus V1 bərabərdir MV2-nin kvadratı. İndi kinetik enerjinin son ifadəsini impulsun saxlanması qanununun son ifadəsinə bölüb müəyyən sadələşmələr aparaq. Onda MV minus V1 vur V plus V1 bölünsün M V minus V1 bərabərdir MV2-nin kvadratı bölünsün MV2. Və buradan da böyük M-lər islah gedir, mötərizələrdən biri gedir, M-lər və V2-nin biri gedir. Və qalır V plus V1 bərabərdir V2-yə. Sonuncu ifadə V plus V1 bərabərdir V2. Bizdə kiçik M kütləli cismin sürəti lazımdır deyə toqquşmadan sonraki sürəti. Biz bu ifadədə V1-i əvəz edək, V1-i tapaq. V1 bərabərdir V2 minus V. İndi tapdığımız bu ifadəni ya impulsun ya da ki kinetik enerjinin saxlanma qanununda son ifadələrdən hər hansısa birinin yerinə V1 yerinə V2 minus V1 qoyaq. Fərqi yoxdur. İstər impulsun olsun, istər kinetik enerjinin. İkisi eyni nəticəyə gələcək. Sadəcə daha bəsit hesablamaq üçün impulsun yerinə qoyub hesablayacağam. Onda alınır M V minus V1-in yerinə V2 minus V bərabərdir MV2. M 2V minus V2 bərabərdir kiçik M V2. Buradan da mötərizəni açsaq, alacağıq 2MV minus böyük M V2 bərabər kiçik M V2. Sonuncu ifadədən V2-ni tapsaq, alacağıq ki, V2 bərabərdir 2M V bölünsün böyük M plus kiçik M. Aldığımız sonuncu ifadə bizə kiçik M kütləli cismin qazandığı sürət olacaq. Və məsələnin şərtində də bizə verilib ki, böyük M kütləli cismin kütləsi kiçik M kütləli cismin kütləsindən çox böyükdür. Onu da biz məxrəci elə M olaraq saxlaya bilərik. Yazaq. V2 bərabərdir 2MV bölünsün böyük M. Buradan da M-lə islah getsə, V2-nin sürəti 2V-yə bərabər olacaq. Artıq məsələnin birinci hissəsini həll edirik və tapdıq ki, kiçik M kütləli cismin aldığı sürət 2V-yə bərabər olacaq. Və dedik ki, bu V nədir? Böyük M kütləli cismin toqquşmaya qədərki sürətidir. Artıq kiçik M kütləli cismin sürətini bildiyimizə görə, həmin cismin H hündürlükdən üfüqə atılmış trayektoriyasını analiz edək. Bilirik ki, cismin T uçuş müddəti kök altda 2H bölünsün J olacaq. Bunu yazaq. T uçuş bərabərdir kök altda 2H bölünsün J. Və həmin cisim bu L yolunun tən yarısına gəlib. Tən yarısı da L bölünsün 2 olur. Fərz edək ki, buradan bir güzgü xətti çəkək. Cisim gələcək quyunun tən ortasına və gəldiyi kimi də qayıtmalıdır ki, gəlsin pillənin üzərində dursun. Əgər bu cisim biraz qabağa gələrsə, hündürə qalxa bilməyəcək. Hardasa burada dəyəcək və təkrar
quyunun içində həbs olacaq. Və yaxud da zəif sürətlə atılarsa, yəni tən yarısına qədər gəlmərsə, bu səfər pillənin tam üzərinə çata bilməyəcək. Ona görə quyunun ümumi eninin tən yarısına düşməlidir. Onda bizim elimiz el bölünsün 2 olur. El 1 götürək. El bərabərdir. V 2 vurulsun T uçuş. Yəni ikinci cisim və onun uçuş müddəti. L1-in yerinə L bölünsün 2 qoysaq, çünki bizə lazım olan onun yalnız yarısı qədər getməyidir. Bərabərdir. V2-nin də yerinə 2V qoysaq, T uçuşun yerinə 2H bölünsün J. Buradan V-ni tapsaq, V bərabərdir L bölünsün 4 vur, kök altda J bölünsün 2 vurulsun H. Və beləliklə biz tapdıq ki, böyük M kütləli cismin başlanğıc sürəti L bölünsün 4 vur, kök altda J bölünsün 2H qədər olmalıdır. Bu zaman kiçik M kütləli cisim quyunun dibinə dəyib, dərhal növbəti pillənin üzərinə qalxmış olacaq. Və məsələnin həlli burada bitir. Bir incə nöqtəyə toxunmaq istəyirəm. V2 bərabərdir 2MV bölünsün böyük M plus kiçik M. Biz dedik ki, böyük M plus kiçik M bərabərdir böyük M-ə. Məsələnin şərtinə görə biz bunu belə qəbul etmişdik. Və biz almışdıq ki, V2 bərabərdir 2V. Bəs biz bu formada qəbul etməsək, nə olar? Fərz eləyək ki, böyük M bizdə olsun 10 kiloqram, kiçik M olsun 0,1 kiloqram və V olsun 3 metr bölünsün saniyə. Elə artıq böyük M kütləli cismin sürətini özümüz verdik. Buradan V2-ni tapaq. Onda V2 alınacaq. 2 vurulsun böyük M 10'dur. Vurulsun V-yə 3. Bölünsün 10,1. Bu da bərabərdir 5,94 metr bölünsün saniyə. Və göründüyü kimi biz M plus M bərabərdir böyük M kimi qəbul etdiyimiz halda V bərabərdir 2V alırıq və V-yə 3 vermişdik. Buradadır. Həmin 3'ü bura yerinə qoysaq 6 metr bölünsün saniyə alarıq. Eyni zamanda V2-ni biz 5,94 metr böl saniyə tapdıq. Yəni 6 metr böl saniyə və 5,94 metr böl saniyə demək olar ki, bir-birlərinə bərabərdir. Bu o halda baş verir ki, böyük M kütləli cismin kütləsi kiçik M kütləli cismin kütləsindən çox böyük olsun. Burada da göründüyü kimi birinə 10 kiloqram vermişik, digərinə 0,1 kiloqram vermişik. Ona görə məsələnin daha sadə olması üçün, hesablamanın daha bəst aparılması üçün biz bu iki kütləli cismi elə aralarındakı ən böyüyün kütləsi olaraq qəbul edirik. İzah bu qədər idi. Dinlədiyiniz üçün təşəkkürlər.